9 mart buraxılışa düşən 40 nömrəli suala baxırıq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikirdir. Çox getməyəcəm, elə A bəndi doğrudur. Baxaq görək niyə doğrudur. Deyir ki, quruluşsa mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Bəli, dəlalət edir, mürəkkəb xəbərdir. Quruluşuna görə mürəkkəbdir və etməklə birləşərək nə olur? Mürəkkəblik yaradır, mürəkkəb olur. Zamandır da, burada zamanla ifadə olunub, ona görə də xəbər şəklindədir. Doğrudur, zaman şəklisi var. Zaman şəklində olan feil də elə xəbər şəklində sayılır. A bəndi doğrudur. Keçək B-yə. Feillər qayıdış və məlum növdədir. Qayıdış növün şəklisi yoxdur. Qayıdış növün şəklisi ıl və ındır. Burada da onu görmürük. Diqqət göstərilmək qayıdış növdə olan feil deyil. Ona görə də nə edirik? Bunu səhv götürürük. Bu səhvdir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə özü vəzifəsindədir. Yadınızda saxlayın ki, şəxsə və kəmiyyətə görə dəyişməyən feillər deyərkən təsriflənməyən feilləri nəzərdə tutur. Aydındır? Məsdər feil isə feili bağlama. Onun üçün də gəlin sintaktik təhlil edək. Dəlalət edir xəbər. Nə dəlalət edir? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı feil sifət tərkibi nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Tamamlıq. Təyin mübtəda tamamlıq xəbər sxeminə uyğundur. Birinci feil sifət tərkib yaradıb təyin rolundadır. İkinci feil sifət tərkibi də tamamlıq rolundadır. Aydındır? Bu səhvdir. Niyə? Deyir ki, eyni cümlə üzv vəzifəsindədir. Təyin rolundadır, digər isə tamamlıq. Səhvdir. Feilin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir, yanlışdır. Təkcə feil sifət tərkibi işlənir. Məsdər feili bağlama yoxdur. D səhvdir. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Yanlışdır. Niyə? Çünki feil sifət tərkibi, yəni birinci feil sifət tərkibi nədir? Aslı tərəfdir, əsas tərəf deyil. Aslı tərəfdir, yanaşma əlaqəsindədir. Bu baxımdan da cavabımız olacaq A bəndi.